Ответьте на вопрос по тексту. Mətnə əsasən suala cavab verin. Без чего невозможно представить себе жизнь? Nə olmadan həyatı təsəvvür etmək olmur. Mətnin elə ilk cümləsinə nəzər salsaq, görərik ki, невозможно представить себе жизнь без растений. Yəni, bitkilər olmadan həyatı təsəvvür etmək olmur. Doğru variant B. Без растений. Допишите предложение словом из текста. Mətndəki sözdən istifadə edərək cümləni tamamlayın. Стволы у кустарников тонкие и kol bitkilərin gövdələri nazik və davamını mətndən axtaraq bu cümlədə cavabı tapa bilərik. В отличие от деревьев, стволы у кустарников более тонкие и короткие. Yəni, kol bitkilərin gövdələri daha incə və qısadır. Korotkие sözü bizə lazımdır və korotkие sözünü biz A variantında görürük. Doğru вариант А. Какое слово в тексте означает совокупность чего-либо или кого-либо? Mətndəki hansı söz nəyinsə və ya kiminsə toplusu cəmi deməkdir. Yəni, совокупность sözü toplu, cəm, amillər toplusu, qrup deməkdir və buna bənzər sözü mətndə axtarıb tapaq. Mətndə bu hissədə biz bu sözə rast gələ bilərik. По строению ствола растения делятся на 3 группы. Və doğru variant C. Озаглавьте текст. Mətnə başlıq verin. Mətndə bitkilər haqqında danışılır. Verilmiş variantlara baxaq. Животные uyğun gəlmir, heyvanlar deyil. Погода hava deyil. Человек insan deyil. Растения. Bəli, mətndə bitkilər haqqında danışıldığına görə doğru variant D. Напишите антоним к слову низкий из текста. Mətndən alçaq sözünə antonim tapıb yazmalıyıq. Yəni, əks mənalı söz. Alçaq, hündür əks mənası olacaq və mətndə biz bu sözə bu hissədə rast gəlirik. Высокие. Doğru cavab высокие. Какое слово в тексте означает сплошная масса осадков в виде белых хлопьев, покрывающих землю зимой? Mətndəki hansı söz qışda yer səthini örtən ağ lopa şəklində davamlı yağıntı kütləsi mənasını verir? Bu tərif qar sözünə uyğundur. Qar sözünə mətndə bu hissədə rast gələ bilirik və doğru variant A. Снег. Озаглавьте текст. Mətnə başlıq verin. Mətndə qış mövsümündən danışılır. Verilmiş variantlara baxaq. A. Времена года, ilin fəsilləri deyil. B. Реки и озера, çaylar və göllər deyil. D. Moroz и лед, şaxta və buz deyil. C. Zima, qış. Bəli, mətndə qışdan danışıldığına görə doğru variant C. Допишите предложение словом из текста. Mətndəki sözdən istifadə edərək cümləni tamamlayın. Cümlə. Животные впадают в зимнюю. Heyvanlar qış yuxusuna gedir demək istəyir cümləmiz. Bu cümlənin tamamını burada taparıq. Большинство животных впадает в зимнюю спячку. Bizə lazım olan söz спячку sözüdür. Variant B. Животные впадают в зимнюю спячку. Ответьте на вопрос по тексту. Mətnə əsasən suala cavab verin. При какой температуре воздух становится морозным? Hansı temperaturda hava şaxtalı olur? Biz bu sualın cavabını mətndən tapa bilərik. Mətndə bu hissədə если температура бывает ниже 0 градусов, то воздух становится морозным. Deməli, bizə lazım olan variant sıfırdan aşağı, ниже 0 градусов. Doğru variant C. Напишите антоним к слову работают из текста. Работают, yəni işləyirlər sözünə mətndən antonim yazmalıyıq. Baxaq bu sözə uyğun antonim mətndə hansı hissədə var? Зимой земля и деревья отдыхают. Yəni работают işləyirlər, onun əks mənası dincəlirlər. Отдыхают. Какой по характеру мальчик? Oğlan xasiyyətcə necədir? Şəkildə biz çox qəzəbli oğlan görürük.
Qəzəbli, yəni zloy. Doğru variant D. Чем заняты дети? Uşaqlar nə ilə məşğuldular? Şəkildən məlumdur ki, uşaqlar nəğmə oxuyurlar. Yenə də variantlara nəzər salaq baxaq. A. Pением, yəni oxumaqla. B. Рисованием, şəkil çəkməklə deyil. C. Танцем, rəqs etməklə. D. Чтением, oxumaqla. Və digər 3 variant uyğun gəlmədiyi üçün şəkilə A variantı doğru variantdır. Что делает девочка? Qız nə edir? Təsvir olunmuş qızın üzündə qorxu, həyəcan mimikası var. Variantlarda bunu axtaraq. A. Spit, qız yatmır. B. Boится, qorxur, bu ehtimaldır. C. Sидит, oturub, düz deyil. D. Bежит, qaçır, bu da düz deyil. Ehtimalımız doğrudur. Doğru variant B. Вставьте пропущенное слово по картинке. Şəklə əsasən buraxılmış sözü yazın. Biz şəkildə ayaqqabı görürük. Yaz, yay, qadın ayaqqabısı. Cümləyə baxaq. Mama купила модные. Ana dəbli ayaqqabı aldı demək istəyir cümlə bizə. Variantlara baxaq. A. Botinki. Xeyr, bu bot deyil şəkildə. B. Krasovki. İdman ayaqqabısı da deyil. C. Tufli. Bəli, bu ehtimaldır. D. Sapagi. Çəkmələr. Çəkmə də deyil. Ehtimalımız doğrudur və doğru variant C. Напишите название одежды по kартинке. Şəklə əsasən geyimin adını yazın. Şəkildə gördüyümüz qısaqol yay köynəyi rus dilində futbolka adlanır. Какое слово не имеет формы множественного числа? Hansı sözün cəm forması yoxdur? Sözlərə baxırıq. A. Ребенок, дети. B. Palto. Bəli, palto sözünün cəm forması yoxdur. Bu həmişə təkdə işlənən sözdür. Variant B doğrudur. Digər variantlara da baxaq. Человек, люди, книга, книги. Укажите антоним слова темный. Tünd sözünün əks mənasını, antonimini bildirin. Variantlara baxsaq, mraçный, qaranlıq deyil. Çorный, qara deyil. Цветной, rəngli deyil. Tünd sözünün əks mənası açıq deməkdir. Yəni светлый. Doğru variant C. На вопрос чья отвечает слово. Чья sualına cavab verən söz. Твои bu чьи olacaq. Твой чей. Твое чье. Твоя чья. Doğru variant D. Укажите перевод слова обувь. Obüv sözünün tərcüməsini göstərin. Obüv tərcümədə ayaqqabı deməkdir. Variant A. Укажите синоним слова неправда. Nepravda sözünün sinonimini göstərin. Yəni, eyni mənada olan digər sözə. Variantlara baxaq. Pravda bu antonimdir. B. İstina bu da antonimdir. Verность, sədaqət bu da sözə sinonim ola bilməz. D. Ложь. Bəli, nepravda, ложь. Doğru olmayan, yalan, eyni mənalı sözlərdir. Düzgün variant D. Вставьте пропущенное слово. Buraxılmış sözü əlavə edin. Mayo. Mayo orta cinsdə verilmiş mənsubiyyət əvəzliyidir. Buna uyğun sözlərə baxaq. Görək orta cinsdə bizə hansı isim verilib. Hobbi A variantında orta cinsdə verilib. Doğru variant A olacaq. Digər variantlara da baxaq. B. Конь, мужской род. C. Птица, женский род. D. Мяч, мужской род. Demək ki, A variantı doğru variantdır. Со словом облако употребляется прилагательное. Облако, yəni bulut sözü ilə istifadə olunan sifətə baxaq. Доброе, xeyirxah bulut, xeyir. B. Белое, ağ bulut, ola bilər. C. Плохое, pis bulut, uyğun gəlmir. D. Сильное, güclü bulut, bu da uyğun gəlmir. B variantı doğrudur. Белое облако. Ответьте на вопрос. Suala cavab verin. Кому 10 лет? Kimin 10 yaşı var? Кому sualı datilli padejdə olduğuna görə cavab olaraq da biz datilli padejdə əvəzlik seçməliyik. Variantlara baxaq. Меня, тебя, их. Bunlar родительli падеждədir. Ему datilli падеждədir. Кому 10 лет? Ему 10 лет. Doğru variant C.
Укажите лишнее слово. Artıq sözü göstərin. Brat, друг, заяц, небо. İlk üç söz brat, друг, заяц hər üçü canlıdır və kişi cinsindədir. Neba sözü cansızdır və orta cinsdədir və azlıq təşkil etdiyinə görə artıq söz neba olacaq. Variant D. Какое слово можно заменить местоимением они? Они əvəzliyi ilə hansı sözü əvəzləmək olar? Они cəmdə olduğuna görə bizə lazım olan isim də cəmdə olmalıdır. Baxaq, qalava təkdədir, volası cəmdədir, ehtimaldır, litso təkdədir, bayıc təkdədir. Demək doğru variant B. Volası.